həya əzəmətli bir əxlaqdır. Əksinə həya Allah Taala'nın əxlaqıdır. Həmçinin haqq olaraq göndərdiyi Peyğəmbərinin dəyərli bir əxlaqıdır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm dəyərli əxlaqlarla göndərilib. Göndərilməyib pozğunluqla, çirkinliklə, pisliklə, göndərilməyib kobudluqla, zorakılıqla, qəlbi daşlı deyildi, sərt deyildi. Nə əxlaq var idisə onda əzəmətli idi. O əzəmətli əxlaqdan biri də həya idi. O həya hansı ki, qəlbin həyatıdır, ruhun həyatıdır, nəfsin saflığıdır. Bəs edir əzəmətli üçün ki, Allah Taala'nın adı həya iləndir, Əl-Həyi, həyalı. Həmçinin sifətlərindən həya sifəti var. Hansı ki, vəsf edib özünü belə. O sifət ki, ona layiq bir şəkildədir. Cəlalı ilə, kəmalı ilə, ucalığı ilə, kamilliyi ilə, xəlq etdiklərinin, yaratdıqlarının həyasına bənzəməyən, onun həyası lütfdür, səxavətdir, əzəmətlidir. Və necə Peyğəmbəri vəsf edib Allah Taala'nın həya sifəti ilə və adlandırıb Allah Taala'nı bu sifətlə İnnəlləhə əzzə və cəl həyiyyun sətirun yuhibbul həya və sitr. Allah Taala həyalıdır, örtəndir eyibləri və sevir həyanı, eyibləri örtməyi. Və bəs edir ki, Allah Taala utanır bəndəsindən, əgər bəndəsi ondan nəsə istəsə, onu rədd etməkdən. Deyir ki, sallallahu aleyhi və səlləm, həqiqətən sizin Rəbbiniz həyalıdır, səxavətlidir, utanır qulundan. Əgər qul əllərini qaldırıbsa ona doğru, onun əllərini boş qaytarmaqdan həya edir, utanır. Ona görə də həya tacdır. Həya tacdır əxlaqın və ya əxlaqların başında gələn, əxlaqların başına qoyulan bir tacdır, uca bir dəyərdir, qədri əzəmətlidir, çünki faydası çoxdur. Faydası çoxdur insanlara, məxluqata. Elə bir əxlaqdır ki, insanı pislikdən çəkindirir. İnsana mane olur, başqalarının haqqında səhlənkarlıq eləməyə, onların haqlarını verməməyə mane olur. Ona görə də həya sifətinə baxsaq, görərik ki, ən xeyirli məxluqlar bu sifətlə vəsf olunub. Rəbbimizin kəlamında, Peyğəmbərimizin sünnəsində Allah Taala mələkləri həya ilə vəsf edib. Osmanı xatırlayanda nə deyir? Ələ əstəhi min raculin təstəhi minhul mələikə. O kişidən həya etməyim ki, ondan mələklər həya edir. Göstərir ki, mələklər həya edir. Onların həya sifəti var, utanır. Əksinə Osman radiyallahu anhu özü həyalı bir kişi idi. Deyir ki, innə atmənə raculun həyi. Həqiqətən Osman həyalı bir kişi idi. Oturuşumu dəyişdim ki, qorxdum ki, həyasından, məndən ehtiyacını istəməkdən çəkinər. Və bəs edir ki, Peyğəmbərlər həya sifəti ilə tanınıb. Və qiyamət günü məxluqat haqq hesabın qopması üçün, başlaması üçün şəfayətçi olsunlar deyə Peyğəmbərlərə yaxınlaşdıqda gələcəklər Adəmin yanına, Nuhun, Musanın və digər Peyğəmbərlərin hamısı günahlarını xatırlayacaq. Deyir ki, sallallahu aleyhi və səlləm fəyəzkuru kullun dənbəhu fəyəstəhi. Hamısı günahlarını xatırlayıb həya edəcək, utanacaq. Musa həyalı idi. Deyir ki, sallallahu aleyhi və səlləm innə Musa kənə raculən həyiyyən sətiran. Musa həyalı bir kişi idi, örtünən idi. Bədənindən heç nə görünməsin deyə möhkəm bağlanırdı ki, bədəninin heç bir hissəsi görsənməsin. Bu həyasından irəli gəlirdi. Peyğəmbər sallallahu aleyhi və səlləm həyalı idi. Və həyalı olmağı üzündə bilinirdi. Səhabələr üzündən bilirdilər onun utanmağını. Ona görə vəsf olub ki, evində qalmış, evində oturmuş bakirə qızdan daha şiddətli həyalı idi. Əbu Said el-Xudri radiyallahu anhu deyir ki, bəyənmədiyi bir şey olanda onu üzündən tanıyırdıq. Və Peyğəmbər sallallahu aleyhi və səlləm Rəbbindən həya edirdi. O vaxt ki, Meyracda, səmada Musa ilə Rəbbi arasında gedib gəldikdə namazın yüngülləşdirilməsini, sayının azaldılmasını istəyəndə sonunda nə deyir? Qad istəhiyyeytu min Rabbi. Rəbbimdən həya etdim. Yəni Rəbbimdən utandım. Qadın, xəlq olunub fitrətində həya var. Allah Taala həya edib və həyanı onun fitrətində zinət edib onun üçün. Gözəllik edib, qala edib, sifər edib, əminamanlıq edib onun üçün həyanı. Ayşə radiyallahu anhə deyir ki, ya Rasulallah, innəl bikra təstəhi. Ey Allahın elçisi, bakirə utanır, yəni həya eləyir. Ya razılığını bildirmək üçün, evlilik üçün. Deyir ki, sallallahu aleyhi və səlləm, ridahə samtuhə, razılığı susmağıdır. Razılığı susmağıdır. Əksinə baxsaq Allahın kəlamına görürük ki, Mədiyən sahibləri, o Peyğəmbərin qızları necə həyalı idi? Bürünmüşdülər həya libasına. O vaxt ki, Musaya yaxınlaşır, onlardan biri həya libasına sarılmış, bürünmüş, əli ilə, libası ilə üzünü bağlamış. Fəcəəthu
ihdahuma temşi alel istihya. Onlardan biri geldi onun yanına utanarak. Qalet inna abi yad'uka liyuziyaka ecra ma saqayta lana. Dedi ki atam çağırır seni bize su verdiğine göre sana mükafat versin diye. Müminlerin anası Ayşe radiyallahu anha həya o derecede şiddetliydi ki onda, o derecede utanırdı ki otağında Ömer radiyallahu anh'unun qəbri var diye örtünerek girirdi otağına. Deyir radiyallahu anh'a evime daxil olurdum, atam ve Peygamber sallallahu aleyhi ve sellem orada olanda libasımı çıxarırdım. Deyirdim ki atamdı, ərimdi. Elə ki Ömer radiyallahu anh'un dəfn edildiği örtünmemiş otağıma daxil olmamışam. Yani icaba bürünmemiş otağa daxil olmamışam. Bəzi alimlər deyirlər ki səbəb neydi? Baxmayaraq ölülər görmür. Ne için belə edirdi? Deyirlər ki ictihad edirdi. Özü elə zənn edirdi ki Ömer radiyallahu anh'u şəhid olduğu için onda o fəzilət var. Ona göre örtünürdü ondan. Ve həmçinin o səbr edən qadın Peygamber sallallahu aleyhi ve sellemin zamanında hansı ki imtihan olunmuştu. Xəstəliklə, bəlanla. Lakin həyanı tərk eləməmişdi. O səbəbdən cənnətə düşmüşdü. İbn Abbas o qadını vəsf edir. Ata ibn Rabaha deyir ki sənə cənnət əhlindən olan yer üzərində sağ bir qadını göstərim. Və göstərir o qadını. Deyir ki o qara qadın. Hansı ki Peygamber sallallahu aleyhi ve sellemə deyir ki ya Resulallah mənim xəstəliyim var. Yəni qız olma xəstəliyim var. Özümdən gedirəm, ürəyim gedir. Paltarım açılır. Allah dua et mənim üçün. Deyir ki sallallahu aleyhi ve sellem istəsən dua edərəm sağalarsan, istəsən səbr edərsən. Deyir ki əksinə səbr edərəm. Lakin dua et açılmasın paltarım. Və Peygamber sallallahu aleyhi ve sellem dua edib onun üçün. Ona göre həya hətta cahiliyə əhlinin adətlərindən olub. Həya ediblər. Əbu Sufyan radiyallahu anhu hələ iman etməmişdən əvvəl Herakl ondan Peygamber haqda soruşanda deyir ki əgər qövmümün məni yalanda ittiham edib, məni yalancılıqda ittiham etməsindən həya etməsəydim, onun haqda, yəni Peygamber haqda soruşulanda yalan deyərdim, lakin doğru danışdım. Sadiq oldum. Ona görə həya əxlaqı, əxlaqların içərisində ən əfzəlidir, ən dəyərlisidir, qədri, əzəmətlisi dedi ki, faydası çoxdur. Ona görə xüsusiləşdirilib, həya verilməsi xüsusiləşdirilib. Allah Teala xas olaraq insana verib həyanı. Ona görə heyvanda həya yoxdur. Və kimdə həya yoxdursa, onda insanlıqdan ancaq ət var, qan var, şəkil var, forma var, başqa bir şey yoxdur. Çünki həya olmayan insanda xeyr ola bilməz. Ona görə həya var deyə qonağa hörmət edirik. Əgər həya olmasaydı qonaq qarşılamazdıq, vədə sadiq olmazdıq, əmanəti sahibinə çatdırmazdıq. Həya olmasaydı heç kimin ehtiyacı ödənməzdi, heç bir kişi pislikdən çəkinməzdi, eybəcərlikdən çəkinməzdi, heç kəs örtünməzdi, övrətini qorumazdı, imtina eləməzdi pozğunluqdan, pislikdən. Ona görə Peygamber sallallahu aleyhi ve sellem deyir ki, el-həyâ'u la yəti illa bil xeyr. Həya xeyirdən başqa bir şey gətirmir. Başqa rəvayətdə el-həyâ'u xeyrun kulluh. Həya hamısı xeyirlidir. Və ən əzəmətli müsibət odur ki, insanın həyası olmasın. Və həyasında olmaması nedir? Nəyə sövq edir onu? Pisliklərə qatlanır, pisliklərə bulaşır, haramlardan, qadağalardan çəkinmir, peşman olmur, əksinə nəfsinin havasına uyur. Nəfsi nə istəyirsə onu edir. Ona görə Peygamber sallallahu aleyhi ve sellem deyir ki, İnnə mimmə adrakən nəsu min kələmin nübuvvətil ulə. İnsanların ilk peyğəmbərlikdən onlara çatan sözlərdən, kəlamlardan biri budur ki, İdə ləm təstəhi fəsnə məşid. Əgər utanmırsansa, nə istəyirsən et. Ona görə həyat, qəlbin həyatına görə həyanın miqdarı insanda o qədərdir. Əgər qəlb ölüdürsə, yoxdur onda həya. Və həya yoxdursa, ölüdür o qəlb. Və həya nə qədər varsa qəlbdə, nə qədər çoxdursa bir o qədər kamildir. Bəs edir ki, imanın şöbələrindən bir şöbədir. Əl-həyâ şu'bətun minəl-iman. Həya imandan bir şöbədir. Əşəd ibn Abdülqeysə Peygamber sallallahu aleyhi ve sellem deyir ki, səndə iki xislət var. Allah onları sevir. Bəzi rəvayətlərdə gəlir ki, helimlə yəni tələsməmək və qəzəbi boğmaq. Bəzi rəvayətlərdə gəlib ki, deyir ki, sallallahu aleyhi ve sellem əl-hilmu vəl-həya. Helim, yəni tələsməmək və həya. Və Şeyx Albani də səhihləşdirib. Ona görə həya varsa, insanda xeyir var onda. Və həya olan insanın cənnət əhlindən olmağına təəccüblənmə. Çünki deyir ki, sallallahu aleyhi ve sellem əl-cənnətu minəl-iman. Cənnət imandandır. Daha doğrusu deyir ki, əl-həyâ'u minəl-iman. Həya imandandır. Vəl-imanu fil-cənnə. İman da cənnətdədir. Abdullah ibn Məsud deyir ki, Peygamber sallallahu aleyhi ve sellem dedi ki, İstəhyu minallahi haqqal həya. Allahdan layiqincə həya edin. Sahabələr dedilər ki, ya Resulallah, İnnə nəstəhyu elhamdülillah. Biz həya edirik, Allah'a həmd olsun. Dedi ki sallallahu aleyhi ve sellem leysə zək, heç də onu qəst eləmirəm. Vələkinnəl istihya minallahi haqqal həya. Lakin Allahdan haqqı ilə həya etmək ən təhfəzər rə'sə və mə və'a. Başı və onda onu qorumaqdır. Vəl batnə və mə həva. Qarını və onda olanı qorumaqdır.
وَلِتُذْكَرُ الْمَوْتُ وَالْبَلْوَى Ölüm və çürüməyi xatırlamaqdır. وَمَنْ أَرَادَ الْآخِرَةَ تَرَكَ زِينَةَ الدُّنْيَا Kim ahirət istəsə, dünya zinətindən əl çəkər. فَمَنْ فَعَلَ ذَلِكَ فَقَدْ اسْتَحْيَ مِنَ اللّٰهِ حَقَّ الْحَيَا Kim belə etsə, artıq o Allahdan haqqı ilə qorxub. Ona görə kim həya edirsə Rəbbindən, qorumalıdır başı və onda olanı, yəni gözü, qulağı, dili. Yalnız Allahın əmr etdiyində, halal və mübah etdiyində istifadə etməlidir. Həya edirsə Rəbbindən qorumalıdır qarını və onda olanı, yəni övrətini qorumalıdır. Ayaqlarını qorumalıdır, əllərini qorumalıdır, qəlbini qorumalıdır. Yeyəndə yalnız halal yeməlidir. Allahın halal etdiklərini haramda, asilikdə istifadə etməməlidir. Həya edirsə Rəbbindən xatırlamalıdır qəbirləri, çürüməyi qəbirdə, xatırlamalıdır ahirəti. Ona görə kim xatırlayarsa qəbri, ahirəti, ölümü, çürüməyi, dirilməyi, dünya bərbəzəyi ona heç gələr. Başa düşər ki, dünya fanidir, onun ləzzəti, şəhvəti fanidir. Bütün bunlar hamısı, bu xeyirlər hamısı həyada cəm edib Allah Taala. Bütün bu xeyirləri həyada edib, istər fərz, istər nafilə, hamısı həyadadır və həyada imandandır. Peyğəmbər sallallahu aleyhi və səlləm bir kişinin yanından keçir. Görür ki, qardaşını danlayır. Deyir ki, innəkə lətəstəhi. Sən utanırsan, yəni çox utanırsan. Sanki deyir ki, ona bu qədər utanmağın zərər vurur sənə. Deyir ki, sallallahu aleyhi və səlləm, da'hu fə innəl həyə minəl iman. Deyir ki, tərk elə onu, yəni boş ver onu. Həqiqətən, həya imandandır. Və ən böyük müsibət dediği ki, həyanın olmamağıdır. Və həyanın olmamağı insanı sürüklüyür asiliklərə qurşansın. Həya etmirsə insan, asiliklər onun üçün heç gəlir. Ona görə həya qoruyur, necə ki iman qoruyur. Və əgər quldan həya götürülürsə, o eybəcərlikləri, o pislikləri eləməyə ona maniyə heç nə qalmır. Və həya gözəl ədəbdir. Bu bəs edir insan üçün ki, qorusun onu. Əgər yoxdursa o deməli ədəbsizdir. Abdullah ibn Ömər radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bir dəfə bir ağacı soruşdu, həmişə yaşıl olan. Məclisdə Əbu Bakır, Ömər vardı. Onlar sustular deyə mən də sustum. Gəlir ki, bəzi rəvayətdə həya etdim. Həya etdim, Əbu Bakır, Ömər danışmadı deyə mən də danışmağa. Ona görə də əməlin mükafatı əmələ görədir. Əgər həya edəcəksənsə, Allah Teala mükafatını artıqlaması ilə verəcək. Bəs edir ki, Allah Teala həya əhlindən həya edir. Onlara mükafat olaraq Allah Teala da utanır onlardan. Deyir ki, sallallahu aleyhi və səlləm və əmməl əxər fəstəhiyyəllahu minhu. Amma üçüncüsü hansı ki məclisə gələndə həya etdi, Allah Teala da ondan həya etdi. İslam dini əzəmətli dəyərlərdir, fəzilətlərdir, hörmətli əxlaqlardır. Əxlaqların ən yaxşısına çağırır. Vəsflərin, sifətlərin ən ucasına çağırır. Elə bir xeyir yoxdur ki, ona əmr etməsin. Elə bir şər yoxdur ki, ondan çəkindirməsin. Sənə vacib olan bu əxlaqlardan tutunmaqdır, ona əməl eləməkdir, yaşamaqdır, ona çağırmaqdır. Lakin o həya hansı ki təriflənib dinimizdə, Peyğəmbər sallallahu aleyhi və səlləmin kəlamında o həyadır ki, insanı gözəlliyə sövq edir, gözəlliyə çağırır, pislikdən çəkindirir. Amma o həya ki, insanın zəifliyindən, acizliyindən irəli gəlir. O həya ki, sövq edir insanın Allahın haqlarını pozmağa, məxluqun haqlarını pozmağa. O həya heç bir şeydir. Həyadan heç bir şeydir. Əgər insana xeyirdən məhrum edirsə, o təriflənən deyil, əksinə məzəmmət olunandır. Ayşə radiyallahu anh deyir ki, ən xeyirli qadınlar, ənsarların qadınlarıdır. Həyaları onlara mani olmadı Allahın dinini öyrənməyə, Allahın dinini başa düşməyə. Ona görə həyalı insan elmdə həyalı olmamalıdır. Elm öyrənməkdə həya edirsə o öyrənə bilməyəcək. Əksinə ömrü boyu cahil olaraq qalacaq. Mücahid rahiməhullah deyir ki, lə yətəəlləmul elmə mustahin və lə mustakbir. Həyalı olan, bir də təkəbbürlü olan heç vaxt elm öyrənə bilməz. Allah Teala bizi həya zinəti ilə zinətləndirsin. Allah Teala bizdən və sizdən layiqincə həyalı olan qullar olmağa müvəffəq etsin bizi. Qəlblərimizi, gözlərimizi, dillərimizi, ayaqlarımızı qorusun günahlardan, asiliklərdən, uzaqlaşdırsın bizi haramlardan. Bizə Allah Teala'ya layiqli, həyalı olan insanlar olmağı bəxş etsin. Allah Teala ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qorusun. Harda zəif müsəlmanlar varsa, onlara kömək olsun. Bizi eşidib faydalardan etsin. Əqulu mə təsməun və əstəğfirullaha li və ləkum və lisəyiril musliminə min kulli dəm fəstəğfiruhu innəhu vəl-ğafurrahim. Elhamdülillahi Rabbil ələmin və salatu və salamu alə əşrafil ənbiyyə vəl-mursəlin nəbiyyina Muhammedin və alə əlihi və sahbihi və səlləmə təslimən kəthira. İbadallah, innallaha ya'mur bil adli vəl-ihsani və itəi bil qurba və yənhə anil fəhşai vəl-munkari vəl-bəği. يعظكم لعلكم تذكرون واقيموا الصلاة